Həftənin ən vacib hadisələrindən biri də Türkiyədə keçirilən NATO'nun 36-cı zirvə görüşü oldu. Tədbirin 2004-cü ildən sonra, yəni 22 ildən sonra yenidən qardaş ölkədə təşkili özündə bir çox simvolik tərəfləri ifadə edir. Əvvəla bu, Türkiyənin alyansdakı çəkisi və NATO'nun cənub-şərq qanadının etibarlı əllərdə olduğunun göstəricisidir. İkincisi, Ankaranın qlobal gücü və beynəlxalq vasitəçilik məsələlərində xeyli irəliləyişlərə nail olduğunun rəsmi etirafıdır. Həmçinin üçüncüsü, 1952-ci ildən NATO'nun üzvünə çevrilən Türkiyə bugün də Şimali Atlantika İttifaqında Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən güclü və böyük orduya sahibdir. Dördüncüsü, Alyans üzvləri Amerika Birləşmiş Ştatları prezidenti ilə yaşadıkları problemlərə məhz qardaş ölkədə son qoyula biləcəyini proqnozlaşdırırdılar və yanılmadılar. Merhaba, Aşkar. Donald Trump sammitə məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana görə qatıldığını, Ərdoğanın qlobal siyasətdə aparıcı liderlərdən biri olduğunu deməklə əslində NATO üçün Türkiyənin strateji roluna tam aydınlıq gətirdi. Bəli, 36-cı sammit bir daha Türkiyənin regional sabitlik və təhlükəsizlik faktoru olduğu həqiqətini bütün dünyaya təsdiqlədi.